Hətta Allahla görüşdüm, Allahı tanıyıram, ata Allahı və ana Allahı tanıyıram və həqiqəti tapdım. Deyənlər arasında hələ də əməldə iman səviyyəsinə çatmaqda çətinlik çəkən üzvlərin çox olduğu görünür. Cənnət səltənətinə girmək çox asandır. Bizə ancaq iman lazımdır. Əgər imanımız varsa, əməllərimiz avtomatik olaraq üzə çıxacaq. Lakin əməllər yoxdursa, bu bizim imanımızın olmaması deməkdir. Sadəcə bunu dərk etmirik. Əgər imanımız varsa, əməllərimiz avtomatik olaraq ardınca gedər. İmanımızın əskik olduğunu və şübhəli olduğumuzu dərk etmədiyimizə görə, tam imanım olduğu halda niyə mən bu qədər iş görə bilmirəm, deyə düşünməyə davam edirik. Gəlin Yəhyə kitabının 6-cı fəslinə keçək. 63 ayəyə baxaq. Həyat verən ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər, onlar nədir? Ruh və həyat gətirir. İsa'nın gəldiyi zaman söylədiyi bütün sözlər bizi xilas etmək üçün idi. Onun sözləri heç vaxt ruhumuza zərər verməz və bizi cəhənnəm atəşinə atmaq təhlükəsi ilə üz-üzə qoymaz. Biz buna inanmalıyıq. Sosial həyatımızı yaşayarkən o, heç bir halda pis insan deyil və ya onunla ortaqlığa girsəm, mənə heç bir zərər vermədən yalnız mənim üçün xeyirli olanı edəcək. Düşüncəsinə əsaslanan münasibətlər qururuq. Necə ki, Allaha möhkəm iman etdikdə, əməllərimiz də təbii olaraq ardınca gələcək. Allahın kəlamını həyata keçirməməyimizin səbəbi imanımızda çatışmayan bir şeyin olmasıdır. Xahiş edirik, unutmayın ki, çatışmayan hər şey imanımızın əskikliyindən irəli gəlir. Yəni, bu, buğdanın hələ yetişmədiyini göstərir. Biz Allahın qarşısında sadiq taxıl olmalıyıq. Allahın razı qaldığı imanla və quzunun getdiyi yerdə onun ardınca getməliyik. Biz Siyona gəlmişik və indi quzunun yanındayıq. Biz də Allahın əmrlərinə əməl edirik. Quzunun getdiyi yerdə onun ardınca getməsək, çox ürək ağrıdan olardı. Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür. Gəlin əməllərə iman edək ki, Allahı razı salan şeylər nələrdir? Deyə düşünməyi özümüzə xatırlada bilək və bunları bir-bir tətbiq edək. Bununla da xütbəni sona çatdırmaq istərdim. Çox sağ olun.